Salam, sizi TV1 ekranlarından salamlayıram. Günün əsas xəbərlərini izləyirsiniz. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva 28 may müstəqillik günü ilə bağlı paylaşım edib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sosial media hesablarında 28 may müstəqillik günü münasibəti ilə paylaşım edib. Paylaşımdakı fotonun üzərində bu sözlər yer alıb. 28 may müstəqillik günü. Birinci vitse-prezident Mehriban Əliyeva isə rəsmi Instagram səhifəsindəki paylaşımda deyir: Əziz həmvətənlər, müstəqillik günü münasibəti ilə sizi təbrik edir, hər birinizə can sağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzuluyuram. Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun. Uca Tanrı vətənimizi qorusun. Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən 3-cü beynəlxalq hava limanıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda geniş miqyaslı bərpa və yenidən qurma işləri davam etdirilir. Bu layihələrin arasında hava limanlarının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. İndiyədək bu ərazilərimizdə müasir standartlara cavab verən Füzuli və Zəngilan beynəlxalq hava limanları inşa olunub. Laçın beynəlxalq hava limanı istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı 9-a çatıb. Tikintisinə 2021-ci ilin avqust ayında başlanılmış bu mühüm infrastruktur obyektinin inşası ən yüksək texnoloji və mühəndislik standartlarına uyğun həyata keçirilib. Qeyd edək ki, hava limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk və Azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksi olan Dost Agroparkda istehsal edilən məhsullara baxdılar. Qeyd edildi ki, kompleksdə ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpa olunan enerji və dayanıqlı kənd təsərrüfü mexanizmlərinə əsaslanan fəaliyyət qurulub. Agroparkda hazırda 120 nəfər işlə təmin olunub. Tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Salih Məmmədov Azərbaycan və Türkiyə prezidentlərinə görülən işlər barədə məlumat verib. Dövlətimizin başçısının tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlar ərazisində icra edilən mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 75,8 km olan Kəlbəcər-Laçın avtomobil yoludur. Laçın şəhər mərkəzindən Laçın Beynəlxalq Hava Limanına dək hazırda mövcud yol üzrə məsafə 65 km təşkil edir. Yeni tikilən yol üzrə məsafə 35,8 km olacaq. Yolun 40-cı kilometrliyindən ayrılan və Laçın Beynəlxalq Hava Limanına aparan körpünün tikintisi də layihə çərçivəsində yerinə yetirilir. Ümumilikdə Kəlbəcər-Laçın avtomobil yolunda tikinti işlərinin 44%-i icra olunub. Yeni yol Kəlbəcər və Laçın rayonlarının bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və Laçın Beynəlxalq Hava Limanına rahat gediş-gəlişi təmin edəcək. Ümumilikdə bu bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək. Daha sonra Laçında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb. Laçında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərifin zirvə görüşü keçirilib. Dövlətimizin başçısı zirvə görüşündə çıxış edərək Azərbaycanın müstəqillik günündə erməni işğalından azad edilmiş Laçında keçirilməsinin böyük rəmzi mənası olduğunu vurğuladı və bu ənənənin davam edəcəyini deyərək bir çox məsələlərə toxundu. 30 illik Ermənistan işğalından sonra dirçəliş dövrünü yaşayan Laçına bir daha xoş gəlmisiniz. Əminəm ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədi olacaq deyə sonda bildirərək təşəkkür etdi. Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif çıxış etdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mayın 27-sində geniş tərkibdə görüş olub. Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mayın 27-sində nahar əsnasında geniş tərkibdə görüş olub. «28 may xalqımızın taleyinə ən şərəfli tarix kimi yazılıb. Milli bayram münasibəti ilə TV1 kollektivi adından xalqımızı təbrik edirik. Bugün Azərbaycanda milli bayram olan 28 may müstəqillik günü qeyd olunur. Bugün Müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasından 107 il ötür. Xalqımızın şanlı səhifələrindən olan milli azadlıq mübarizəsinin nəticəsi sayılan Cümhuriyyət müasir dövlətçilik tariximizdə mühüm yerə malikdir. Cəmi 23 ay fəaliyyət göstərmiş Cümhuriyyət Şərqin siyasi həyatında mühüm rol oynadı. Dövlətçilik tariximizin əsaslarını daha da zənginləşdirdi. Azərbaycanın ilk parlamenti və hökuməti təşkil edildi. Ölkənin sərhədləri müəyyənləşdirildi. Milli atributlar, bayraq, himn və gerb təsis edildi. Azərbaycan dili dövlət dili elan edildi. Milli ordu formalaşdı. Təsadüfi deyil ki, zəngin mədəni tarixi ənənələrə malik olan Azərbaycanın ilk universiteti də təsis olundu. Vətəndaşların mülki və siyasi hüquqlarının qorunması, bütün xalqların və hər kəsin milli, dini, irqi və cinsi məsuliyyətindən asılı olmayaraq bərabər hüquqlu inkişafı üçün münbit şəraitin yaradılması Azərbaycan Xalq Cumhuriyyətinin İstiqlal bəyannaməsində əksini tapıb. 18 yaşına çatmış bütün vətəndaşlara, o cümlədən qadınlara səs vermə hüququnun verilməsi isə həmin dövr üçün bir çox Avropa dövlətlərində belə gündəmə gətirilməsi mümkün olmayan elə bir demokratik dəyər idi ki, bu fakt azadlıq və demokratiya beşiği sayılan Avropa ölkələrində bugün də heyranlıq və qibtə doğurmaqdadır. Məhz universal dəyərlərə, insan hüquq və azadlıqlarına təminat yaradan prinsipləri dövlət idarə etməsinin əsas prinsipləri kimi qəbul etməklə Azərbaycan Xalq Cumhuriyyəti mövcudluğunun ilk günlərindən etibarən Şərqin, İslam və Türk dünyasının mütərəqqi dövlət modeli kimi qəbul edilməyə və fəaliyyət göstərməyə başladı. 23 ay yaşayan Azərbaycan Xalq Cumhuriyyəti 1920-ci il aprelin 28-də Bolşevik işğalı nəticəsində devrildi. 1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı 20-ci əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. 1993-cü ilin may-iyun aylarında Azərbaycanda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyimizin itirilməsinə real təhlükə yarananda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Cümhuriyyətin adının özünə qaytarılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik dövründə Azərbaycan Xalq Cumhuriyyəti ilə bağlı arxiv materialları açıldı. Elmi işlər reallaşdı, həqiqətlər ortaya çıxdı. Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarix, bu illər ərzində xalqın həyatının bütün sahələrində baş verən dirçəliş, müasir müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Uzaq görən liderin həyata keçirdiyi təxirə salınmaz tədbirlərin nəticəsi kimi bir tərəfdən milli ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelerini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Digər tərəfdən isə bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin mayında həyatı əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Ölkə daxilində yaranmış nisbi sakitlikdən və beynəlxalq aləmdə Azərbaycana qarşı artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında əsrin müqaviləsi adlanan ilk neft müqaviləsinin imzalanması və gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. 2003-cü ildən sonraki dövr isə böyük yolun davamı kimi dəyərləndirilir. İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Azərbaycan Respublikasının prezidenti seçildiyi vaxtdan iqtisadiyyatın bütün sahələrinin, xüsusilə qeyri-neft sektorunun inkişafını, xalqın sosial rifah halının yaxşılaşdırılması məsələlərini daim diqqətdə saxlayır.
Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirməklə yanaşı, həm də dövlət idarəçiliyində yeni məktəbin yaradıcısı olan Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin sərəncamları ilə 2018-ci il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti ili elan olundu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Həmin qanun təsdiq ediləndən sonra 28 may Respublika günü Azərbaycanda müstəqillik günü kimi qeyd edilir. Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal Bəyannaməsi abidəsi ucaldıldı. Respublika günü 1991-ci ildən dövlət müstəqilliyinin bərpasından sonra dövlət bayramı kimi qeyd olunur. 15 oktyabr 2021-ci ildən Respublika gününün adı dəyişdirilərək Müstəqillik günü elan olunub. Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixdə təsdiqlədiyi Müstəqillik günü haqqında qanuna əsasən mayın 28-i Müstəqillik günü elan edilib. Bu tarixə qədər 28 may Respublika günü kimi qeyd olunub. 2020-ci il sentyabrın 27-sində Azərbaycan ordusu işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında 44 günlük savaş nəticəsində böyük zəfərinə imza atdı. Bu qələbənin başlıca səbəbi Prezident Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. Bu tarixi zəfər Azərbaycanın müstəqillik tarixinin qızıl səhifəsidir. Xalqımız 28 may müstəqillik gününü artıq qalib xalq kimi qarşılayır. Bu əziz bayram erməni işğalından azad edilmiş torpaqlarda da qeyd olunur. 3 rəngli bayrağımız ata-baba yurdumuz Qarabağda, Şuşada, Xankəndidə, Laçında, Ağdamda, Zəngilanda, Füzulidə qürurla dalğalanır. Müstəqilliyimiz əbədi olsun. Bayramınız mübarək. Mətanət Əliyeva, TV1. Qazaxıstan Respublikasının prezidenti cənab Kasım-Jomart Tokayev Türk Dövlətlər Təşkilatına üzv ölkələrin Mərkəzi Milli Banklarının sədrlərini qəbul edib. Mərkəzi Bankın sədri Talih Kazımovun iştirak etdiyi görüşdə üzv dövlətlərin maliyyə sektorları arasında əməkdaşlığın gücləndirilməsinin daha geniş iqtisadi tərəfdaşlığa imkan yarada biləcəyi vurğulanıb. Bu prosesdə mərkəzi bankların rolunun əhəmiyyəti xüsusi olaraq qeyd olunub. 28 may Müstəqillik günü münasibətilə Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyi rəsmi qəbul keçirib. 250 nəfərədək qonağın iştirak etdiyi qəbulda Çex Respublikasının sabiq prezidenti Miloš Zeman, Nəqliyyat naziri Martin Kupka, Parlamentin Deputatlar Palatasının və Senatının üzvləri, Çexiya Xarici İşlər Nazirliyi, Sənaye və Ticarət Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyi, Ətraf Mühit Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri, Çexiyada akreditə olunmuş diplomatik korpusun rəhbərləri, ölkə ictimaiyyətinin nümayəndələri, habelə media təmsilçiləri və diaspor fəalları iştirak edib. Tədbirin davamında Müstəqillik gününə həsr olunmuş xüsusi video material Bakı Media Mərkəzi tərəfindən istehsal edilmiş Azərbaycanın müxtəlif güşələrini əks etdirən video çarxlar və dahi bəstəkar Fikrət Əmirovun Kürdov şarı simfonik muğamının müşahidə altında ölkəmizin möcüzəli təbiət mənzərələri nümayiş etdirilib. Bakıda mini futbol üzrə dünya çempionatı keçirilir. Bakıda keçirilən mini futbol üzrə dünya çempionatının 8-də 1 final mərhələsində Azərbaycan milli komandası Rumıniya ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunun əsas vaxtı 1-1 hesabı ilə başa çatıb. Penaltılar seriyasında daha dəqiq oynayan yığmamız 4-də 1 finala vəsiqə qazanıb. Növbəti mərhələdə komandamız İngiltərə ilə üz-üzə gələcək. İndi isə mayın 29-na olan hava durumu ilə tanış olaq. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 28-nə 29-na keçən gecə yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17 dərəcədən 19 dərəcəyə dək, gündüz 25 dərəcədən 30 dərəcəyə dək isti olacaq. Günün əsas xəbərlərini izlədiniz. Sizinlə mən idim. Esmira Turan.